Salam, xoş gördük sizi, hörmətli müəllimlər. Bugün biz sizinlə dinləyib anlama bacarığının şagirdlərdə formalaşdırılması metodlarından danışacağıq. Dinləyib anlama bacarığı şifahi şəkildə verilən informasiyanı effektiv qəbul etməyə və interpretasiya etməyə xidmət edir. Bu bacarıq effektiv ünsiyyətin ən mühüm komponenti olub, həyatın bir çox aspektlərində, öyrənmədə, peşəkar və şəxsi ünsiyyətdə, informasiya toplamaqda çox mühüm rol oynayır. Şagirdlərdə dinləyib anlamanı inkişaf etdirmək üçün onlarda bir sıra vərdişlər yaratmağa ehtiyac vardır. Birinci, şagirdləri informasiyanı dinləyərkən diqqətli olmağa yönəltmək lazımdır. Bunun üçün şagirdə fikrini, diqqətini topla və ətrafdakı səslərə, insanlara, əşyalara diqqət vermə təlimatını vermək lazımdır. İkinci formalaşdırılan bacarıq qeyd götürmək bacarığıdır. İnformasiyanın açar məqamlarını anlamaq və açar sözlərlə qeydiyyat aparmaq. Üçüncü bacarıq yadda saxlamaq. Həmişə nəzərə tutun ki, effektiv dinləyicilər dinlənilən materialdakı vacib məqamları yadda saxlayırlar. Şifahi informasiyanı interpretasiya etmək, özünkiləşdirmək də çox vacib bacarıqdır. Şifahi informasiyanı müşahidə edən jest, mimika, səs tonu, intonasiyanı sözlərlə uyğunlaşdırmaq, danışanın emosiyasını, məqsədini anlamağa xidmət edir. Və ən nəhayət, dinləyərkən səbirli olmaq və əvvəlcədən özündə münasibət formalaşdırmamaq. Yaxşı dinləyicilər səbirli olurlar və deyilən fikri təhlil etməmiş fikir bildirmirlər. Həmçinin deyilən fikrə obyektiv münasibət bildirmək üçün qarşı tərəf fikirlərini tamamlamamış, beyinlərində onlara cavab hazırlamırlar. Müzakirə və debatlarda şagirdlərə hər dəfə bunu xatırlatmaq lazımdır ki, vərdişə çevrilsin. Əks halda onlar deyiləni yox, düşündüklərini eşidəcəklər. Dinləyib anlama bacarığının formalaşdırılması üçün hansı strategiyalar səmərəlidir? Birinci, fəal dinləmə bacarığını inkişaf etdirmək üçün verilən tapşırıqlar. Fəal dinləmə bacarığı şifahi şəkildə verilmiş informasiyanın düzgün və effektiv qəbul edilməsinə xidmət edir. Bacarığı formalaşdırmağın müxtəlif yolları vardır. Bunlardan biri şagirdlərlə müxtəlif audio və video fayllarla işin təşkilidir. Mətni dinlətməmişdən və ya videodursa nümayiş etdirməmişdən əvvəl şagirdlərə müəyyən tapşırıqlar verilir. Mətndə işlədiləcək çətin sözlər üzərində çalışmaq, dinləyib anlamanı ölçən sualları əvvəlcədən səsləndirmək və ya təqdim etmək, qeyd götürməli olduqlarını xatırlatmaq və s. Daha sonra sualların cavabları dinlənir və ya müzakirə aparılır. Mətnlərin çətinlik dərəcəsi də sinifdən sinifə dəyişməlidir. İkinci metod qruplarla və cütlərlə işdir. Bu zaman düşün, cütləş, paylaş texnikası çox səmərəli olur. Şagirdlərə bir mövzu verilir və bu mövzu ətrafında bir-biri ilə müzakirə aparmaq, fikir mübadiləsi etmək tapşırılır. Daha bir strategiya subtitrli videolar nümayiş etdirilməsidir. Belə materialların verilməsi şagirdlərdə eyni anda həm dinləmək, həm oxumaq bacarığını formalaşdırılır. Bundan əlavə, rollu oyunlar, simulyasiyalar və dialoqların təşkil etməsi də çox səmərəlidir. Bu üsullar vasitəsilə həyatdan götürülmüş situasiyaları imitasiya etmək həm dinləyib anlama, həm də danışma bacarıqlarının inkişafına xidmət edir. Şagirdin dinləyib anlama bacarığını necə ölçmək olar? Bu da çox vacib məqamdır. Dinlədiyi fikrə adekvat reaksiya verməsi ilə. Fəal dinləyici bacarığı nümayiş etdirən şagird şifahi informasiya adekvat reaksiya verir, suallar verir, fikrə adekvat cavab verir, münasibət bildirir və s. İkinci, müzakirədə aktiv iştirak etmək. Tamamilə müzakirə prosesinin içində olduğunu, danışanın söhbətinə maraqlı olduğunu göstərmək. Bura göz kontaktı, bədən dili, müəyyən replikalar, sizi anladım, başqa nə deyə bilərsiniz kimi söyləməsi daxildir. Prosesi adaptasiya olmaq. Effektiv dinləyicilər söhbətə nə qədər diqqətlə qulaq asdıqlarını, söhbətə nə qədər aludə olduqlarını həmişə nümayiş etdirirlər və nitqini də qəbul edilən informasiya uyğunlaşdırırlar. Ölçmək üçün əks əlaqəyə diqqət etmək çox önəmlidir. Qarşı tərəfə rəy vermək, rəy verərkən açar məqamları vurğulamaq yaxşı dinləyici olmağın göstəricisidir. Dinlədiyi əsasında yazmaq və ya danışmaq. Dinlənilən məlumatdan sonra müzakirə açmaq və ya fikirlərini yazılı şəkildə ifadə etmək şagirdin dinləyib anlama bacarığını ölçməyə kömək edir. Əziz müəllimlər,
Dinləyib anlama bacarığı şagirddə ünsiyyət, xarici dil öyrənmə, münasibətlərin qurulması kimi bir çox həyati bacarıqların da inkişaf etməsinə təsir edir. Sizə dinləyib anlama bacarığının inkişaf etdirilməsi üçün bir neçə strategiya təqdim edildi. Qeyd edək ki, bu bacarığın formalaşdırılması üçün strategiyalar bununla bitmir. Bu barədə növbəti videolarımızda məlumat ala və ya özünüz araşdırma apararaq şagirdləriniz üçün daha səmərəli olan üsulu müəyyənləşdirə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik.